A ədədinin tam hissəsini tapmaq lazımdır. 9 kök altında 9 üstəgəlinin 4 kök altında 5 ifadəsini biraz sadələşdirək. Belə ki, biz bu ifadəni kədrin kvadratı şəklində yaza bilərik. Yəni 4-ün əvəzinə 4 vurulsun kök altında 5-in əvəzinə biz burada 2 vurulsun 2 vur kök altında 5 yaza bilərik. Həmçinin 2-nin kvadratı 4, kök altında 5-in kvadratı isə 5-ə bərabərdir. 4 ilə də 5-in cəmi bizə 9-u verir. Yəni 9-un əvəzinə 2-nin kvadratı üstəgəl kök altında 5-in kvadratı yaza bilərik. Və bu ifadədə bizə 2 üstəgəlinin kök altında 5-in mötərizə kvadratını verər. Deməli, A ədədini A bərabərdir. 2 üstəgəl kök altında 5-in kvadratı kökün altda. Kvadrat da kökü aparır, qalır sadəcə 2 üstəgəl kök altında 5. 2 tam hissəsi ilə 2-dir özü. Qalır kök altında 5-in tam hissəsi. Kök altında 5 isə 2 ilə 3 arasında yerləşən bir ədəddir. Belə ki, 2-nin kvadratı 4, 3-ün kvadratı 9 eləyir. Kök altında 5 də, yəni 5-in özü də bu kvadratların arasında yerləşir. Deməli, tam hissələr 2 üstəgəlinin 2, 4 eləyər.